Oktyabrın ikinci yarısı bu bürclərə uğur və pul bolluğu gətirəcək. Ən düz astroloji proqnoz. Buğa, əmək və səbirinizin bəhrəsini görəcəksiniz. Yeni gəlir qapısı açılacaq, xüsusilə şəxsi iş və ya ailə dəstəyi sayəsində. Məsləhət, gələn təklifləri geri çevirməyin, biri həyatınızı dəyişə bilər. Xərçəng gözlənilmədən maddi rahatlıq yaranacaq. Qismət enerjiniz yüksəlir, borcları bağlamaq və yeni alışlar üçün əlverişli vaxtdır. Məsləhət. Pul gələndə bir qismini saxlayın, noyabrda lazım olacaq. Şir, şans planeti sizi güclü şəkildə dəstəkləyir. İctimai nüfuz artacaq, maliyyə axını güclənir. Məsləhət, özünüzü göstərməkdən çəkinməyin, uğur sizə doğru gəlir. Tərəzi, harmoniya və balans dönəmi. Yeni əməkdaşlıqlar, hədiyyələr və bonuslar mümkündür. Məsləhət, pul enerjisini paylaşmaqla daha çox qazanc əldə edəcəksiniz. Oğlaq, işdə tanınma, vəzifə artımı və gəlir yüksəlişi görünür. Maddi sabitlik güclənir. Məsləhət, səbirli olun, bu dövr uzun müddətli uğurun başlanğıcıdır. Balıq, intuisiyanız sizi düzgün yola aparacaq.